Müəllif rahimehullah Müsəlmanın Qalası kitabında yağışın yağması üçün edilən bəzi duaları gətirir və onlardan birini götürdük. Və həmçinin o dualardan biri də Allahümmə əğithnə, Allahümmə əğithnə, Allahümmə əğithnə. Allahım bizə yağmur endir. Allahım bizə yağmur endir. Allahım bizə yağmur endir. Yəni bu duanı Peyğəmbər sallallahu aleyhi və səlləm yəni 3 dəfə edir. Bu Buxari və Müslimdə gələn hədisdə keçir. Ənəs radiyallahu anhudan deyir ki, Ənə rəculən dəxələl məscidə yevmə cum'atin min bəbin kənə nəhvə daril qada. Bir kişi məscidə cümə günü Darul Qada tərəfdən olan qapıdan məscidə daxil olur və Rasulullah sallallahu aleyhi və səlləm qaimun yaxdu və Peyğəmbər sallallahu aleyhi və səlləm xütbəni ayaqda ikən söylüyürdü. Fəstəqbələ Rasulullah sallallahu aleyhi və səlləm qaimən və ayaq üstə Peyğəmbər sallallahu aleyhi və səlləmə tərəf yönəlir və sonra deyir ki, ya Rasulullah, hələkətil əmval və enqata'atis subul fəd'ullaha yuğithunə. Ey Allahın Rasulü, artıq mal-qara, yəni mallar həlak oldu və yollar kəsildi və Allaha dua et ki, bizə yağış endirsin, yardım etsin. Və Peyğəmbər sallallahu aleyhi və səlləm əllərini qaldırır və sonra deyir ki, Allahümmə əğithnə, Allahümmə əğithnə, Allahümmə əğithnə. Allahım bizə yağmur endir, Allahım bizə yağmur endir, Allahım bizə yağmur endir. Və Ənəs radiyallahu anh deyir ki, وَلَا وَاللّٰهِ مَا نَرَى فِي السَّمَاءِ مِنْ سَحَابٍ وَلَا قَزَعَةً وَمَا بَيْنَ وَبَيْنَ سَلْعٍ مِنْ بَيْتٍ وَلَا دَارٍ قَالَ فَطَلَعَتْ مِنْ وَرَائِهِ سَحَابَةٌ مِثْلُ التُّرْسِ. Və Ənəs radiyallahu anhu and içərək deyir ki, səmada, yəni göydə nə bulud, nə də buluda oxşar bir şey, yəni yox idi. Və bizimlə səl arasında isə nə ev, nə də ki bir həyət var idi və onun arxasından bulud, yəni qalxan kimi bulud ortaya çıxır və səmanın ortasına çatdığı zaman yayılır. Thumma amtarat və sonra yağış yağır. Fələ vallahi mə rə'inə şəmsə sittə və sonra deyir ki, bir həftə yağış, günəş görmədik. Yəni bir həftə yağış yağır. Thumma dəxələ rəcul min zəlikəl bəbi fil cum'atil muqbilə və sonra bir kişi növbəti cümə qapıdan daxil olur və Rasulullah sallallahu aleyhi və səlləm qaimun yaxdu və Peyğəmbər sallallahu aleyhi və səlləm ayaqda ikən xütbə verirdi və ona üzünü tutaraq deyir ki, ya Rasulallah, hələkətil əmval və enqata'atis subul, artıq mal-qara həlak oldu və yollar kəsildi. Fəd'ullaha yumsikhə annə və Allaha dua et ki, yağışı saxlasın. Qalə fərəfə Rasulullah sallallahu aleyhi və səlləm yədeyhi və Peyğəmbər sallallahu aleyhi və səlləm əllərini qaldırır və deyir ki, Allahümə həvaleynə və lə aleynə. Allahım, yəni yağışı ətrafımıza yönət, üzərimizə yox, lərin və dağların üzərinə və vadilərin içərisinə və ağacların diblərinə yönəlt. Qalə fə əqlət və hava açılır və xaracnə nəmşi fişşəms və biz günəşdə yeriməyə çıxdıq və günəşdə ikən yeriməyə başladıq. Və səəltun Ənəs bin Məlik əhvər rəcul əvvəl və həmən sual verən eyni kişi idi, yoxsa başqası idi və o da deyir ki, bilmirəm. Deməli, bu da yağış yağması üçün edilən dualardan biridir və bu barədə uzun bir hədis gəlir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm xütbə verərkən bu kişi daxil olur və deyilənə görə Kəab ibn Murra olub və bəzi səhih olmayan rəvayətlərdə isə gəlir ki, o Xaricə ibn Hisn əl-Fəzəri olub. Və bu hədisdə, yəni bu kişi deyir ki, ya Rasulallah, yəni bunun müsəlman olmasına dəlalət edir.
Və bəzi rəvayətlərdə isə gəlir ki, o bədəvi ərəb olub. Və həmçinin bəzi rəvayətlərdə gəlir ki, Ənəs radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründə yəni quraqlıq baş verir və Peyğəmbər sallallahu aleyhi və səlləm xütbə verərkən bir bədəvi ərəb qalxaraq belə deyir. Və bəzi rəvayətlərdə isə bədəvi ərəb gəlib belə söylüyor. Və həmçinin gəlir ki, insanlar da bir növ səs-küy salır o Peyğəmbər sallallahu aleyhi və səlləm bunu dediyi zaman, elə bil ki, onunla razılaşırlar. Yəni, onlar da yağışın yağmasını istəyirlər. Yəni, kişiyə müvafiq olurlar. Və bəzi rəvayətlərdə İz qalə ba'du əhlil məscid, yəni məscid əhlindən bəziləri belə söylüyor. Yəni, bunların da onun diləyinə müvafiq olmasına dəlalət edir. Deməli, bu cümə günü olur və Peyğəmbər sallallahu aleyhi və səlləm xütbə verdiyi zaman. Yəni, bu da onu bildirir ki, yəni xütbə verən insanın, xətibin istisqa, yəni yağış istəməsi bu məşrudur. Əgər buna ehtiyac varsa, yəni əgər quraqlıq baş veribsə, yağış yağmırsa. Və bu kişi deyir ki, yəni necə Ənəs radiyallahu anh deyir ki, bu kişi daxil oldu, hətta minbərin, yəni minbərə tərəf olan qapıdan. Deyir ki, ya Rasulallah, hələkətil əmval, yəni mal-qara həlak oldu. Yəni, burada mallar həlak oldu. Yəni, mallar deyildiyi zaman, yəni mal-qara nəzərdə tutulur. Və hələkəl iyal, əhli əyal həlak oldu, insanlar həlak oldu. Bu, ümumi olaraq gətirir. Çünki mal-qara həlak olarsa və bunun səbəbi ilə də zərər hasil olur, aclıq və yolların kəsilməsi və insanlar yəni bir yerdən başqa yerə keçə bilmir, səfər edə bilmir və eyni zamanda insanların da həlak olması hasil olur. Yəni bu quraqlıq səbəbi ilə nə əkin var, nə yəni torpaq bir şey bitirir. Fəhədə min bəbi zikril am və bu elə bir ki, ümumi dedikdən sonra xüsusinin gəlməsidir. Yəni onların yağışın kəsilməsi ilə qidalanacağı bir şey yoxdur. Vanqata'atis subul, yəni yollar da kəsilmişdir. Yəni ənə hədi dəvab minəl mərakib, yəni yollar kəsilmişdir. Yəni heyvanlar mal-qara ac olduğu üçün, zəiflədiyi üçün, yəni onlar səfər edə bilmirlər və bu baxımdan yollar yəni kəsilir. Yəni onun üzərində yəni əşyalarını daşıya bilmirlər, zəif olduğu üçün. Və kədəlikə ayda ənə mə bi əydin nəs və həmçin insanların əllərində olanlar da artıq azalmış və yaxud da qurtarmışdır. Və onlar da bazara gətirəcək bir şey tapmırlar. Çünki onların artıq yağları və digər yəni qatıq olsun, pendir olsun, bunları gətirə bilmirlər. Yəni artıq olmadığı üçün. Və xüsusən də bunu deyən kişi bədəvi ərəblərdən idi. Çünki bədəvi çöldə olanlar, çöldə yaşayanlar yəni belə bir şeyləri gətirirdilər, yəni satmaq üçün. Və bununla da faydalanırdılar. Və həmçinin bəzi rəvayətlərdə gəlir ki, vəhmərrat əşşəcar, yəni artıq ağaclar da qızarmışdır. Yəni qurumuşdur. Su yox və ağacların yarpaqları tökülüb, yalnız ağaclar, yəni budaqları, çubuqları qalmışdır. Və bu kişi şikayətlənir və halı, vəziyyəti bəlağətli formada təsvir edir. Və həmçinin bəzi rəvayətləri gəlir ki, yer də artıq şoranlaşmışdır. Yəni, bütün bunlar hamısı onu bildirir ki, vəziyyət dözülməz dərəcəyə çatmışdır. Yəni, burada ehtimal var ki, bu kişi bu ifadələrin hamısını söyləyib
və ravilərin bəzisini və bəziləri digərini nəql edib. Və yaxud da ehtimal var ki, yəni bu ifadələr ravilər özləri tərəfindən müxtəlif formada söyləmişlər. Və deyir ki, fəd'ullaha yuğithunə. Yəni Allaha dua et ki, bizə yardım etsin. Və yaxud da yuğithnə əgər sükunla olarsa, yəni bizə yağış, yağmur endirsin. Yəni burada elm əhlindən bəziləri burada iğathə mənasında, yardım istəmək mənasında gətirir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözünü Allahümmə əğithnə və bəziləri isə qeyth mənasında, yəni yağış mənasında gətirir. Və ona görə insan istədiyi zaman qeys istəməli. Yəni qeys deyə götürdük ki, bərəkətli yağışa deyilir. Çünki bəzən matar yağır, yağış yağır və onun səbəbi ilə yerlər, evlər dağılır, yollar dağılır və insanlara faydalı bir şey hasil olmur və bitkilər bitmir və insanlar bununla faydalanmır və Allah Teala onu onlara əzab olaraq göndərir. Deməli, burada yəni məna ola bilər ki, həm qavf və həmçinin qeyth. Yəni, həm yardım elə və həmçinin bizə yağış endir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm əllərini qaldırır. Və bu da onu bildirir ki, xütbədə yağış istəyərkən əlləri qaldıraraq dua etmək məşrudur. Və bəzi rivayətlərdə gəlmişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əllərini və insanlar da Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər əllərini qaldırırlar. Və bu da dəlalət edir ki, yəni kim cüməyə gəlibsə və yağış duası olunursa, onlar da əllərini qaldırması məşrudur, müstəhəbdir. Yəni bu qeyd yalnız istisqa, yəni yağış istəmək duasına aiddir. Və digər vaxtı cümədə dua edərkən əlləri qaldırmaq gəlməmişdir. Nə xütbə verən, nə də ki, başqası. Deməli, bəzi rivayətlərdə gəlir ki, insanlar Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər əllərini qaldıraraq dua edirlər. Və bəzi rivayətlərdə əlləri, yəni üzünün bərabərində qaldırır. Yəni əsl odur ki, dua edərkən əlləri, yəni üz nahiyəsində qaldırmaq. Lakin istisqa yağış duasında isə daha artıq şəkildə qaldırılır. Necə ki, rivayətdə keçir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qoltuq altını ağlığı belə, yəni gördüm deyir. Yəni çünki daha çox qaldırmışdır əllərini dua edərkən. Və bəzi rivayətləri gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səmaya baxır. Yəni baxmayaraq ki, yəni məscidin tavanı var idi. Yəni xurma budaqları, xurma ağacın budaqları və yaxud da lifləri ilə yəni tavan qoyulmuşdur Peyğəmbər sallallahu məscidinə. Yəni bununla yanaşı Peyğəmbər sallallahu aleyhi və səlləm yuxarı baxır. Çünki insan fitrəti elədir ki, yuxarı baxmağa can atır dua zamanı. Və bu da onu bildirir ki, Allah Teala ucalıqla vəsf olunmuşdur. Allah Teala ərşinin üzərində 7 qat göydən yuxarıdadır. 7 qat göydən yuxarıda ərşinin üzərindədir. Səmaya baxır. Və alimlər də qeyd edirlər ki, dua edən insan əllərinin içinə baxır. Və ona görə ola bilər ki, başlanğıcda səmaya baxır, sonra yəni dua zamanı əllərinə baxır. Və həmçinin namazda ikən əllərinin içinə və səcdə yerinə baxmaq gəlib. Amma bu isə namazın çölündə olduğu üçün, yəni xütbə zamanı olduğu üçün, yəni istisna ola bilər ki, yəni dua zamanı göyə baxması. Və deyir ki, Allahümmə sqinə, Allahım bizə su ver, yəni yağış endir. Və bunu Peyğəmbər sallallahu aleyhi və səlləm 3 dəfə Allahümmə əğithnə sözünü təkrarlayır. Və 3 dəfə duanı təkrarlamaq Peyğəmbər sallallahu aleyhi və səlləmin yəni sünnəsi idi, yolundan idi.
Və Ənəs radiyallahu anhu deyir ki, göydə, yəni səmada, yəni bulud və buluda oxşar bir şey yox idi. Yəni nə toplanmış şəkildə buludlar, nə də tək bir bulud da, bulud parçası belə yox idi. Yəni yağışın yağmasına işarə edən bir şey də yox. Yəni külək belə yox idi. Yəni çünki yağışdan əvvəl külək olur. Yəni külək belə yox idi. Yəni hər hansı bir əlamət belə yox idi. Və sonra deyir ki, bizlə Sələ arasında, yəni hansı ki dağdır, balaca bir dağdır Mədinədə, Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidinə yaxın bir dağdır. Yəni bizlə o dağ arasında hər hansı bir ev yox idi. Yəni onun qarşısını alacaq, yəni bizim görməyimizə mane olacaq bir ev yox idi. Yəni biz üfüqü asanlıqla görə bilirdik. Yəni buludlar ümumiyyətlə yox idi. Və bəzi rəvayətlərdə gəlir ki, yəni səma şüşə kimi idi. Yəni şəffaf idi. Saflığına görə hər hansı bir bulud yox idi. Deyir ki, fətalaat, yəni bir bulud ortaya çıxır. Həmən dağın arxasından. Mislə turs, yəni turs qalxandır. Qalxan kimi, yəni dairəvi formada. Yəni burada nəzərdə tutulan qalxan deyildiyi zaman, yəni balaca olması nəzərdə tutulmur. Yəni onun dairə formada olması nəzərdə tutulur. Fənəşəət səhabət mitlə ricli dair və sonra quşun ayağı kimi digər bulud ortaya çıxır. Və başlanğıcda yəni balaca idi. Fəhəcət rihun ənşəət səhab. Sonra külək əsir və ardınca buludlar ortaya çıxır və buludlar toplaşır və bir-birinin üzərində və buludlar çoxalır. Thumma lam yanzil an minbər hatta nazal al-matar. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm minbərindən düşməmiş yağış yağır. Və sonra Ənəs radiyallahu anh deyir ki, vallahi mən rəynə şəmsə sittən. Allah and olsun ki, biz 6 gün yaxud bir həftə günəş görmədik. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm duasından sonra davamlı olaraq bir həftə yağış yağır. Bir həftə ardıcıl yağış yağır, növbəti cüməyə qədər. Və bəzi rivayətlərdə ki, fəmutirnə, fəməkidnə nasıl ilə mənzilinə. Yəni o qədər yağış yağır ki, yəni evimizə çata bilmirdik. Yəni yağışın çoxluğundan. Və bu da Peyğəmbər sallallahu aleyhi və səlləm kəraməti və möcüzəsidir. Və sonra deyir ki, fəxarəcnə nəxudul mə həttə ətəynə mənazilənə. Və çıxdıq və suyu yararaq evlərimizə gəldik. Və bəzi rivayətlərdə gəlir ki, fəmutirnə həttə rəaytu rəculə təhummuhu nəfsuhu. Və yağış yağdı və insan özü haqqında düşünürdü ki, necə ailəsinin yanına gedəcək. Yəni yağışın çoxluğundan necə xilas ola biləcəkdir. Bəzi rivayətlərdə cavan və evi də yaxın olan birisi onu da düşündürür, narahat edirdi bu hal. Deməli, onda uzaqda olan necə? Yəni, ən nəsəmə əsbaq kəəffahil qirab. Yəni, elə bil ki, tuluğun ağzından su töküldüyü kimi yağış, şiddətli yağış yağırdı. Fə hədi ləhədat yəqul Ənəs. Yəni, bu an haqqında Ənəs radiyallahu anh deyir ki, ثُمَّ دَخَلَ رَجُلٌ مِنْ بَابِ ذَلِكَ فِي الْجُمْعَةِ أَيْضًا. Növbəti cümə, yəni bir kişi daxil olur və Peyğəmbər sallallahu aleyhi və səlləm yəni xütbə verərkən, yəni bu zahiri onu bildirir ki, bu başqa bir kişi idi. Və çünki burada qeyri-müəyyənlikdə gəlir. Raculun qeyri-müəyyənlikdə olması onun başqa bir, yəni birinci dua tələb edən yox, bu başqa birisidir. Yəni, çünki belə bir qayda var ki, qeyri-müəyyənlik 2 dəfə təkrarlanarsa, yəni onun ikincisinin başqası olmasına dəlalət. Necə ki, Allah Teala Quranda buyurur ki, فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا.
Burada yusran qeyri-müəyyənlikdə gəldiyi üçün asanlıq, birinci asanlıq, ikinci asanlıq birinci asanlıqdan fərqlidir. Yəni iki dənə asanlıq olmasına dəlalət edir. Amma əl-usr isə əl artıklı ilə gəldiyi üçün çətinliyin bir olmasına dəlalət edir. Və ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur ki, lən yəğlibə usrun yusrayni, yəni bir çətinlik iki asanlığa üstün gələ bilməz. Deməli, bu ayədə keçən qeyri-müəyyənlikdə gələn iki söz, yəni fərqli olmasına dəlalət edir. Deməli, burada Ənəs radiyallahu anh deyir ki, o qapıdan başqa bir kişi daxil olur və amma Ənəs radiyallahu anh soruşulduğu zaman o birinci kişi idim, deyir ki, bilmirəm. Və Ənəs radiyallahu anhu da yəni fəsahətli idi və ərəb dilini yaxşı bilir və bunu qeyri-müəyyənlikdə deməsi özlüyündə dəlalət edir ki, onun başqa bir kişi olmasına. Və də bəzi rəvayətlərdə isə gəlmişdir ki, fəqamə zəlikə rəcul əv qeyruhu, yəni o kişi və yaxud da başqası qalxır və Peyğəmbər aleyhi və səlləmə deyir ki, artıq yenə mal-qara həlak oldu. Yəni əvvəl quraqlıqdan, indi isə yağışın çoxluğundan. Hələkətil əmval və enqata'atis subul. Mal-qara həlak oldu, yollar kəsildi. Lilcu və şiddət və adəm ucul kələ, yəni yağış da çox yağdığına görə artıq yəni otlaq da yoxdur. Yəni otlamaq, heyvanların otlamasına imkan yoxdur. Yəni yağışın çox olması, suyun çox olması yəni otlağın da qarşısını alır və mal-qara həlak olur, otlaya bilmir, otlağa gedə bilmir. Və yolların kəsilməsi isə fəlitəədir suluku turq min kəthəti əlmə. Yəni suyun çoxluğundan yollarda insanların gedə bilməməsinə səbəb olur. Ləm təkun hunaka turq marsusa, çünki o vaxtı indiki kimi yəni asfalt yollar və ya səkilər yox idi. Və innəmə huvə tinun tənzəliq, yəni sadəcə palçığı idi, ayaqlar sürüşürdü. Və yakunu dahd məzillə və sürüşkən idi və bunun səbəbi ilə də yollar kəsilirdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm digər cümlədə dua edir. Ən yakunu dəlik əl-əkəm və dua edərək deyir ki, yağışın dağların başına, təpələrə və həmçinin ağacların diblərinə olmasını istəyir. Çünki əkəm balaca təpələrə deyilir. Əkəm və zirab, zirab da yəni balaca dağlardır. Allahümmə əl-əkəm və zirab və mənəbitiş şəcər. Allahım yağışı dağların başına və təpələrə və ağacların diblərinə yönəlt. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm yəni havanın açılması üçün əllərini qaldıraraq yəni dua edir. Və Ənəs radiyallahu anh deyir ki, fələqad raitus səhabə yetəməz. Yəni gördüm ki, deyir, bulutlar parçalanır. Necə ki, paltarın büküldüyü kimi. Yətbə'u yədəy ən-nəbi sallallahu aleyhi və yəd'u fəkəənəhu kənə yuharriku yədəyhi və huvə istəsqi yuşiru bihimə. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm dua edərkən yəni əllərini hərəkət etdirir və onunla işarə edir. Və bundan sonra gördüm ki, artıq bulutlar sağa sola gedir və Mədinə əhlinə yağış yağmır. Və yəni bulutlar parçalanmağa başlayır. Və sonra deyir ki, fənazartu iləl-Mədinə və innəhəl ləmitli iklil. Və sonra deyir, Mədinəyə baxdım, deyir, əklil kimi idi. Yəni ətrafında bulutlar var, ortasında, yəni Mədinənin üzərində isə bulutlar yox idi. Yəni artıq bulutlar dağılmış, parçalanmışdır. Bəzi rəvayətlərdə gəlir ki, ənəhu sələl vadi. Yəni vadiyə tərəf artıq yağış yağır və sular ora axır və yəni yağış kəsilir.
Və bəzi rivayətlərdə ənnən nəsəl-ləzina saru yətuna minəl-əfa mə cə'əhə illə o həddəsə bil-cud və ətrafdan gələn insanlar, yəni çoxlu yağışın olmasının haqqında danışırdılar. Fəhədə yədu alə ənəl matar istəmər bə'də zəlik, yəni əksər min usbu' fi tilkə nəhi. Yəni bu da dəlalət edir ki, yağış bir həftədən daha çox davam edir, yəni digər tərəflərdə, Mədinədə yox, digər tərəflərdə daha çox davam edir. Hətta bir ay kimi davam edir. Və bu da dəlalət edir ki, yəni xətiblər xütbəni ayaq üstə verirlər və həmçinin buradan fayda olaraq götürülür ki, yəni xütbə verənlə, xətiblə, yəni imamla xütbə verdiyi zaman danışmağın icazəli olması, həmçinin xətibin insanlarla danışmasının icazəli olması, amma icazəli olmayan isə xütbə zamanı insanın başqa bir şeylə xütbədən yayınması qadağandır. Çünki fəstəmi'u ləhu əvasitu, dinləyin və susun, yəni insat elə bir ki, başqa şeylə məşğul olmamağa dəlalət edir. Mən məssəl hasa fəqət ləğa, yəni kim xütbə zamanı daşa toxunarsa, balaca daşlara toxunarsa, artıq ləğv, yəni lüzumsuz artıq hərəkətlər yəni etmişdir. Deməli, insan dinləməklə yanaşı başqa bir şeylə də məşğul ola bilməz. Məsələn, Quran həmçinin insan Quranı dinlədiyi zaman, yəni telefonla məşğul olması, deyə bilməz ki, mən dinləyirəm. Dinləyirsə, telefonla məşğul ola bilməz, mesaj yaza bilməz və yaxud da digər hərəkətlər etməsi icazəli deyildir. Deməli, dinlədiyi zaman başqa bir şeylərlə məşğul olmamalı və həmçində insan xütbəni dinlədiyi zaman, yəni başqa bir şeylə məşğul olmamalıdır. Və o ki qaldı, yəni xətibin, yəni imamın kimdəsə nəsə söz soruşması və yaxud ona cavab verməsi bu icazəlidir. Misal olaraq, məsələn, imam xütbə verir, amma mikrofon açılmayıb, yerdən deyirlər ki, məsələn, mikrofonu aç, yəni səs hamıya çatsın, yəni bunu deməkdə bir problem yoxdur. Yəni, bəzi insanlar elə bilir ki, imama deyərkən, imama bu sözü demək, bu ləğv sayılır. Yəni, artıq hərəkət, yəni xütbəyə xələl gətirmiş olur, xeyr. Yəni, insanın xətiblə, imamla danışması, imamın insanlarla danışması buna aid deyil. Yəni, insanların bir-birləri ilə danışması buna aiddir və yaxud da başqa hərəkət etməsi, nə eləsə məşğul olması, yayınması bura aiddir. Hətta bəzi sələflərdən gəlmişdir ki, əgər xətib, yəni imam, batil bir işlə məşğul olarsa, onda hətta ətrafdakılarla da danışması, yəni icazəli görmüşlər. Bir-birlərinə də danışa bilirlər. Necə ki, tabiinlərin dövründə bu baş vermişdir. Və orada gələn bu insata aid deyil. Yəni, çünki batilə insanın belə qulaq asmasına lüzum yoxdur. Çünki o vaxtı Bəni Ümeyyədən olan bəziləri xütbə zamanı Əli radiyallahu anhunu söyürdülər minbər üzərində və sələflərdən bəziləri isə yəni öz aralarında hər hansı bir söhbətlə məşğul olur, yəni ki, onu eşitməsinlər ki, yəni o batil kəlam qurtarana qədər öz aralarında danışırdılar. Deməli, bu həmçinin dəlalət edir ki, dua zamanı əlləri qaldırmağın məşru olmasına və xüsusən də yağış istəyərkən və həmçinin faydalardan, yəni səbəblərdən tutmaq mühümdür. Və burada Peyğəmbər sallallahu aleyhi ve sellem dua etməsi bu özü həmçinin səbəblərdən tutmağa aiddir və bu da təvəkkülə zidd deyildir. Və həmçinin dua, belə bir duanın edilməsi müstəhəbdir və həmçinin duanın təkrarlanması Allahümmə əğithnə, Allahümmə əğithnə, Allahümmə əğithnə. Deməli, istisqa, yəni yağış istəmək duası cümə günü xütbə zamanı məşrudur. Və həmçinin bu Peyğəmbər sallallahu aleyhi ve sellemin bu möcüzələrindən sayılır. Çünki dua edən kimi xütbə, yəni minbərdən düşməmiş yağış yağmağa başlayır və sonra da yenə ikinci cümə dua edərkən yəni hava açılır. Və həmçinin burada Peyğəmbər sallallahu aleyhi ve sellemin yəni dua etdiyi zaman duanın ədəbinə riayət etməsi
belə ki, yağışın tam şəkildə qaldırılmasını istəmir. Əksinə zərərin qalxmasını istəyir. Yəni evlərə yağmasın və insanların insanlara fayda verən yerlərə yağın, onlara zərər verməsin. Çünki dua edərək deyir ki, dağların başına, ağacların diblərinə yönəlməsini Allah Teala'dan istəyir. Və həmçinin faydalardan, yəni xütbə, yəni xarici kəlamla kəsilmir. Yəni burada başqası gəlib Peyğəmbər sallallahu aleyhi və səlləm xütbədən kənar bir söz deyir. Yəni yağışın yağması üçün dua et və Peyğəmbər sallallahu aleyhi və səlləm onunla danışır, onun üçün dua olunur. Yəni bu xarici, yəni xütbədən kənar bir danışıq xütbəni batil etmir. Yəni xütbəni kəsmir. Və həmçinin buradan fayda olaraq götürülür ki, cəvazu təvəssül bid-dua. Yəni diri insanın duası ilə təvəssül etmək. Diri insanın duası ilə təvəssül etmək. Yəni bunda da heç bir problem yoxdur və xüsusən də yağış istəyərkən. Fədə təvəssül bi dua Nəbi sallallahu aleyhi və səlləm, yəni burada Peyğəmbər sallallahu aleyhi və səlləmin duası ilə təvəssül olunur. Amma Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfatından sonra isə Ömər radiyallahu anhu Abbası irəli çəkir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin əmisini yağış istəyərkən və deyir ki, Allahümmə innə kunnə nəstəsqi bi nəbiyyikə fətəsqinə. Allahım, yəni biz səndən, sənin Peyğəmbərinlə yağış istəyirdik, sən bizə yağış verirdin. Allahümmə innə nəstəsqi bi'ammi nəbiyyikə fəsqinə və Allahım, indi isə sənin Peyğəmbərinin əmisi ilə səndən yağış istəyirik və bizə yağış endir. Və bu da icazəli təvəssül sayılır. Yəni diri insanın duası ilə təvəssül icazəli, burada heç bir işgal, yəni problem yoxdur. Və o ki qaldı, ölülərlə təvəssül etmək, ölən insanla təvəssül etmək, bu icazəli deyildir. Və o ki qaldı, ölülərin çağırmaq, ölülərdən birbaşa istəmək isə bu böyük şirkdir. Yəni ölülərlə təvəssüllə, ölülərlə istəmək arasında fərq nədir? Yəni bir var, deyirsən ki, məsələn, ölən bir insandır, Allahım filan kəsin xətrinə, filan kəsin hörmətinə filan şey ver. Bu təvəssüldür. Bu təvəssüldür, bu bidətdir. Bu icazəli deyildir. Amma şirk deyil. Amma bir də var, birbaşa ölüdən istəmək, bu isə nə sayılır? Bu şirk sayılır. Bu icazəli deyildir və bu da həmçinin şirki aparan vasitələrdən sayılır. Amma icazəli təvəssül isə salih əməllərlə təvəssül etməkdir. Necə ki, hədisdə gəlir, 3 nəfərin duası, onlar mağaraya girdikdən sonra bir qaya parçası onların mağarasının ağzını bağlayır və sonra onlar oradan çıxmaq üçün salih əməlləri ilə təvəssül edirlər. Və həmçinin insanın deməsi ki, Allahümmə innə təvəssəl iləykə bi məhəbbəti lək. Allahım, mən sənə olan sevgimlə səndən təvəssül edirəm, istəyirəm. Sənin Peyğəmbərinə olan sevgimlə istəyirəm. Yəni bu icazə, çünki bu insanın əməlidir. Sevgi əməldir, qəlb əməllərindəndir. Amma bir də var ki, məsələn, insanın deməsi ki, Allahım, filan kəsin, yəni sənin yanında olan hörmətinə görə səndən istəyirəm. Yəni bu birincisi gəlməyib. Yəni həm bidətdir və həmçinin İbn Teymiyyə rahimehullah buyurur ki, burada insan dəxilsiz, yəni özünə aid olmayan bir şeylə istəməsidir. Filan kəsin sənin yanında olan hörmətinə görə mənə filan şey ver. Onun sənə nə aidiyyatı var? Yəni bir var, insan öz əməli ilə istəyir. Allahım, məni sənin Peyğəmbərinə olan sevgimə görə, onu sevdiyimə görə, bu sevgi ilə səndən istəyirəm. Çünki sevgi qəlb əməlidir, bu onlar icazəlidir.
və yaxud da digər etdiyi, məsələn, insan bilir ki, filan əməli Allah üçün edib və o əməllə Allahım o əməli sənin üçün etmişəmsə, məni bu sıxıntıdan qurtar. O əməl səbəbilə Allahdan istəyir. Bu da icazəlidir. Yəni salih əməlinə təvəssül etmək. Və o ki qaldı insanın kiminsə, hətta Peyğəmbər sallallahu aleyhi və səlləmin hörmətinə belə istəmək, bu icazəli deyildir. Yəni bunu sahabələr etməyiblər. Çünki həyatında ikən Peyğəmbər sallallahu aleyhi və səlləmə dedilər ki, dua etdi və onlar da amin dedilər. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm vəfatından sonra qəbirlərin yanında Peyğəmbər sallallahu aleyhi və səlləm qəbri oradaydı və demədilər ki, onun hörmətinə bizə yağış yağdır. Və dedilər ki, Ömər radiyallahu anhu əmisi, diri əmisinə Abbasa deyir ki, Abbas sən dua elə. Allahım biz Peyğəmbər sallallahu aleyhi və səlləm həyatda ikən onun duası ilə təvəssül edirdik və indi isə ey Abbas sən dua elə. Deməli, bu da onu bildirir ki, diri insanın duası ilə təvəssül icazəli. Və həmçinin yəni insan yağış duası etdiyi zaman gərək Allah barəsində zənnini gözəlləşdirsin, yəni ümidini artırsın və həmçinin israrla dua etsin və Allahın rəhmətindən ümidini üzməsin.